Endokrin sistem çox həssasdır və həyat tərzimiz birbaşa endokrin sistemə təsir edir. Sağlam endokrin sistem üçün düzgün yuxu rejimi, sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən qaçınmaq, uzaqlaşmaq çox mühümdür. Zərərli vərdişlər içərisində ən çox yayılmış siqaretdir. Siqaret endokrin sistem içərisində ən çox zərbə vurduğu sistem cinsiyyət vəzlərimizdir. Siqaret çəkən insanlarda həm tiroid vəzin fəaliyyəti pozulur, həm cinsiyyət vəzlərində zaman-zaman problemlər başlayır. Alkoqol ən çox təsir etdiyi sistem qaraciyərdir. Qaraciyərin metabolizması pozulur. Qaraciyərdə alkoqola bağlı sirroz deyilən xəstəlik, qaraciyər sirrozu belə baş verə bilir. O baxımdan metabolizmamızın əsas vacib orqanı olan qaraciyərin sağlamlığını qorumaq üçün alkoqoldan uzaqlaşmaq lazımdır. Enerjiləri yüksək olan içkilər zamanla piylənməyə səbəb olur və bunların içərisində müəyyən qədər endokrin pozucular, hormonlarımızı pozur. Xüsusən idmançıların qəbul etdiyi protein tozları da zərərli vərdişlər qrupundadır. Az yatmaq və yaxud da gec yatmaq özü də yuxusuzluq özü də bir endokrin sistemi pozan bir vərdişlər sırasına qeyd oluna bilər. Siz gecə saat 3-də yatıb sabah saat 10-da dura bilərsiniz. Amma bu yuxunun xronotipinin pozulmağı deməkdir. Hormonal balansın pozulmağı deməkdir. Xüsusən qrelin, kortizol, adrenalin, böyümə hormonu kimi hormonlar, xüsusən yeniyetmələr arasında gec yatma bu hormonal tanazlığı bozacaqdır. Bundan başqa artıq çəkini yaradan qeyri-düzgün qidalanma, zərərli qida vərdişləri, xətalı yemə davranışları, atışdırmalar, konservatlarla, fast foodla qidalanmaq özü də artıq bir alışqanlıq qrupundadır. Və ən mühüm qeyd etmək istədiyim bir faktor da hərəkətsizlikdir. Hərəkətin aşağı olması, fiziki fəaliyyətin aşağı olmağı, açıq havada olmamaq, vitamin D defisiti, bu kimi hallar da bizim zərərli vərdişlərimiz qrupuna daxildir. Biz endokrin sistemimizi qaydasını saxlamaq üçün, doğru düzgün sağlam hormonların olması üçün balanslaşdırılmış qidalanma, doğru düzgün yuxu rejimi, vaxtında yatmaq, tez durmaq, fiziki aktivlik, bütün zərərli vərdişlərdən uzaqlaşmaq bizim başlıca tövsiyələrimіздəndir.